Sıradan idarəçilik tərzinə idarə eləmək dönəmi bitir. Yəni, diktənə, bunu eləməlisən, bu mütləq olmalıdır. Yəni, bugünkü gündə artıq həm öyrətməlisən, həm yol göstərməlisən və hər zaman da o komandanın yanında olmalısan. Yəni, mən tapşırıq verəcəm və nəticəni də həmən alacam. Yəni, bu dünya bitir. Bəli. O köhnə idarəçilik tərzinə o mümkün deyil. Bizim tərəfdə biraz da hələ postsovet ölkəsi olduğundan biz bu sahə olmayıb, xidmət sahələri və yaxud da diktə, idarəçilik üsulu tamam fərqli olub. Amma indi artıq dünyada gedən, dediyim kimi, o konsalting satış sistemin, o satış menecerlərin idarə eləmək üçün ancaq lider tərzi idarəçilik olmalıdır. Bu işi özün bilməlisən, bu komandanı özün qurmalısan və özün yetişdirməlisən. Biz onu hazır hardansa ala bilmirik. Yəni, ən belə inkişaf eləmiş universitetlər belə bizə lazımı kadrı verə bilmir. Mümkün deyil.